Gültekin Hacıbəylinin evində axtarış aparılıb. Gözaltı musavat.com-a istinadən xəbər verir ki, əldə edilmiş məlumata əsasən, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev və digərləri barəsində Dövlət Təhlükəsizliyi Xidmətində DTX-də başlanılmış cinayət işi çərçivəsində Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültekin Hacıbəylinin yaşadığı ünvanda axtarış aparılıb. Məlumata görə, axtarış tədbirlərindən sonra Gültekin Hacıbəyli şahid qismində ifadə vermək üçün DTX-yə dəvət olunub. Hazırda onun istintaq orqanında olduğu bildirilir. Xatırladaq ki, Gültekin Hacıbəyli Ramiz Mehdiyevlə bağlı başlanmış cinayət işi çərçivəsində istintaqa cəlb olunub. O, ötən ilin sonlarında Türkiyədə saxlanılmış, daha sonra Azərbaycana deportasiya edilmişdi. Deportasiya edildikdən sonra hava limanında miqrasiya orqanlarının əməkdaşları tərəfindən qarşılanmış, lakin həmin vaxt istintaqa aparılmamışdı. Bugün isə onun istintaqda ifadə verməsi prosesi başladığı bildirilir. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalın.